13-14 məsələsi diqqətlə qulaq asın və idmandan kəsilən normativdən 2 alanların ehtiyata buraxılması, xidmət müddəti başa çatdırıbsa sonlandırılması. Bilirsiniz, mən başa düşürəm, orduda güc strukturlarında idman mütləqdir. Sağlamlıq, idman bu mütləqdir. Amma 17 il, 19 il xidmət etmiş hərbi qulluqçuları turnikdən 2 alıbsa, xidmət müddəti başa çatmış kimi onun yazdınız, raportu getdi filan və bu belə qırıldı. Bir adam 45 yaşında, 17 ildən 40 yaşında çıxıb harda işləyəcək? Yəni 17 il, 18 il, 19 il bu insanları düşünürəm ki, yola vermək olar. İndi insandır, bəlkə xidmətində problem yoxdur, turnik eləyə bilmir, kəsilir, 13-14 kəsilir, digər. Mən yenə də aidiyyatı üzrə güc strukturlarının hər birindən o hərbi qulluqçuların adından xahiş edirəm ki, bir də stopka keçsin. Başa düşürəm, mütləqdir idman, mütləqdir. Amma çox xahiş edirəm, nəzərə alsaq. Həmin o bizim hərbi qulluqçularımız var ki, ehtiyata buraxılıb, turnik eləyə bilməyib. Bunun stajnası var, giziri var, maxesi var. Bunlar az deyil bu qədər xidmət. Və xidmət müddəti başa çatmış hərbiçilərimiz var. Məsələn, 20 ili tamam olub və yaxud müqaviləsi bitib 19 ildə bunu artırmaq problemdir. 19 illə bunun belini qırmayaq. 20 illə çıxsın, buna ev verilsin, bir il artırılsın, belə bir şey var. Bəlkə sizin üçün ən pis gizir, maxi ola bilər. Amma ən azından bir ailəsi üçün, övladları üçün bunu tamamlanmağa 1 il, 2 il qalmış belini qırmaq məncə düz olmaz. Bu qədər.